Sonra bunları mənə setçilərim veriblər. Deməli, dərmanların, görək, tapa bilmirəm. Məsələn, diflosan. Qəzet çıxardırsınız. Bu nədir? Bu qədər izahat olar, şicəlləmə izahat. Biz hamımız bilirik ki, xanım sədr, bir dəfə rastlaşmışıq, özümüz də, başqaları da. Aptekdən dərman alanda, dərman satan qıza, oğlana deyir ki, bala başıva dönün. Bunun üstünə yaz ki, mən bunu gündə neçə dəfə qəbul edəcəm. Həm də yeməkdən əvvəl, yox da yeməkdən sonra. Ay canım, ay gözüm. Ay, bu qədər sicilləmə məlumat var. Bu ikincisidir. Dərmanla bağlı gör nələr yazıb. Bunu o xəstə oxuyandır. Xəstə olan adam o deməkdir ki, bunun əsəbləri onsuz da körlərin. Həm də bunlar daha çox orta yaşlılardır və yaşlı adamlardır. Burada görüm tapa biləcəm. Səyyad müəllim, orada bircə kəlmə az yazılsa, mən əminəm, siz burada deyəcəksiniz ki, niyə o kəlmə yazılmayıb? Siz nə danışırsınız? Dünyada qəbul olunmuş bir praktika var ki, dərman vasitəsi ilə bağlı mütləq şəkildə o qutunun içində, dərman qutusunun içində izahat olur. Bu ayrı cürət ola bilməz. Niyə siz bunu belə bu qədər burada şişirdib danışırsınız? Buyurun, əlbət icazə verəcəm, buyurun. Çox təşəkkür edirəm, xanım sədr. Deyirsiniz ki, belə deyərdim. Mən demirəm, bunu cəmaat deyir. Bunları mənə cəmaat verir. Deyir, mənə bir balaca kağızda izahat yaz ki, mən bu dərmanın yan təsirləri nədir? Necə qəbul eləməliyəm, necə istifadə eləməliyəm və salam. Axı, çox hörmətli xanım sədr, bu qədər sicilləmə izahat olmaz. Bunu kim oxuyacaq? Bu, mütəxəssislər üçündür. Bu, həkimlər üçündür ki, istiqamət götürsünlər, o xəstəyə yol göstərsinlər. Bu, lazım deyil. Vallahi lazım deyil. Bir qrankada bu ifadə olursa, 4 dənə dəlimdə hamısı da sicilləmə. Bunu heç kim oxumur. Burada elə cümlələr var ki, yeri gəlmişəm, mən bunu çıxışlarımda deyirəm. Azərbaycan dili deyil. Tərcümələr indi müəyyən adamlara verilir. Onlar da bunu öz bildikləri kimi, laptopdakı həkim düşüncəsi ilə tərcümə edir. Amma xalq dilində olmalıdır. Cəmaat bunu oxuyanda başa düşməlidir. Bunu həkim başa düşər. Və sən bunu əgər dərman qutusunun içinə qoyub, xəstəyə satırsansa, xəstənin başa düşə biləcəyi bir dildə danış. Sözüm bu. Və yenə də xahiş edirəm ki, Teymur müəllim, bu xəstəxana ilə maraqlanın. 45 ildir ki, bu ağzı günə qalır. Bu nə deməkdir? Çox təşəkkür edirəm, xanım sədr.